Salam. Bu gün sizinlə çox bəyənəcəyiniz koreyski salat resepti bölüşürəm. 250 qram düyü vermişelini qaynar su ilə isladıram. 1 ədəd nazik uzunsov doğranmış toyuğun sinə ətinə damaq dadına görə ədviyyatlar və soyuv sos əlavə edib qarışdırıb, təxminən 25-30 dəqiqə dinləndirirəm. Tərəvəzləri doğrayıram. Əti bitki yağında qızardıb, üzərinə 2 diş xırdalanmış sarımsaq, 1 ədəd yarım halqa doğranmış soğan əlavə edib qovururam. Sürçəsindən keçirilmiş 1 ədəd yerkökü, nazik uzunsov doğranmış 1 ədəd balqar bibəri və 3 xörək qaşığı soyuq su əlavə edib, tavanın qapağını örtüb, təxminən 10 dəqiqə orta istilikdə bişirirəm. Vermişeli qaynar su ilə yuyub, uzun olduğu üçün 2 hissəyə kəsirəm. Üzərinə qovrulmuş əti və tərəvəzləri əlavə edib qarışdırıram. Çox ləzzətli, isti salatdır. Hələlik.